Ayten xanım, elə ikinci gün əgər dərsə getməyəcəksə, sabahın əvəzinə ikinci günə salaram. 14-15-ə. Uyğundursa bir dənə mənə bildirin. İkinci gün saat 14-15. Ayten xanım, salam, axşamınız xeyir, nətərsiniz? Biraz bizim cədvəldə dəyişiklik oldu. Sabah Amil 12-də gələrdi. Ayten xanım, baxıram ki, bizdə toqquşma olur. 12-12:45-də gəlsəz. Heç baxmışam, 12:45-də dərsim var. Baxıram ki, toqquşur Amil ondan. 11-15-də gəlməli olacaq Amil. Amilin dərsini gün ortaya saldım. 14-15. Salam Ayten xanım, nətərsiniz? Sabah Amilin dərsini gün ortaya saldım. 14-15-ə. Belə gələrsiniz də, zəhmət olmasın. Oldu Ayten xanım, 12-də gələrsin inşallah. Axşamınız xeyir, bən uşaqlar, Allah kömək olsun. 12:45-ə də sala bilərəm, 13:30-a da. Baxın sizə hansı uyğunsa deyin, o saata dəyişim. Ayten xanım, salam, nətərsiniz? Axşamınız xeyir. Sabah dərsiniz 13:30, yox, 12:45-dədir. Salam Ayten xanım, axşamınız xeyir, nətərsiniz? Sabah dərsiniz 11-15-dədir. Salam Ayten xanım, nətərsiniz? Sabah Amilin dərsi 13:30-dadır. Mən sizə video halında təzə yerin videosunu atacağım. Bənşə xalaya göstərərsiniz də, zəhmət olmasın. Sağ olun Ayten xanım, mən də yaxşıyam. Siz yaxşı olasınız təki. Çox sağ olun, amin inşallah. Axşamınız xeyir, Bənşə xala, nətərsiniz? Yazmışam sizə, yəqin ki, Amildən gizlədirsiniz telefonu. Hə, 11-in yarısı Bənşə xala. Sabah da elə 5-ci gündə. Sabah dərsin saat 12-dədir. Sabah dərsin saat 12-dədir. Yaxşı olun tək. Ayten xanım, salam, nətərsiniz? Mən uşaqlara yazmışam düz, amma siz həmişə ondan tez cavab yazırsınız. Bir dənə soruşun, zəhmət olmasa. Mən 2-nin yarısı yazmışam, düzdür. Amma soruşun ki, 11-15-də gələ bilərlər. Üzürlü sayın. Salam, mən uşaqlara, nətərsiniz? Üzürlü sayın. İnans, bugün o qədər başım qarışıq oldu, hiç telefonu əlimə ala bilməmişim. Biraz qonaqlarımız çox idi bugün. 3-cü günə salmayacağım da elə. Yaxşı, qubcədən baxım var. Bən uşaqlar, ikinci gün heç 10:30-11-15-də gələrsiniz. Elə bil 10:30-da gələrsiniz. Həmişə gəldiyin saatda. Amma sabah 10:30-a sala bilmirəm. Çünki 11-15-də dərsim var. 13:30-a sala bilərəm sabah. Salam, axşamınız xeyir, nətərsiniz Ayten xanım? Elə cədvəlim konkretdir deyə 1-3-5 Amil 10:30-dadır. Yəni salmamışdım o saat uşaq. Daha doğrusu heç cədvəl elə işləməmişdim. Sabah onda yaxşıdırsa, hə, lap yaxşı. 10:30-da gələr. Hələ ki, yaxşı olsun, ağrımasın. O da salama. Ayten xanım, elə ikinci gün əgər dərsə getməyəcəksə, sabahın əvəzinə olsun, Allah uzaq eləsin. 4-15. Ayten xanım, salam, sabahınız xeyir, nətərsiniz? Üzrlüsən, narahat edirəm. Amili bugün 3-də yox, 4-15 dəqiqə qalmış göndərərsiniz də, zəhmət olmasa. Şeydə az da olsa çox qəbul edir. Salam Ayten xanım, hər vaxt. Salam, axşamınız xeyir Ayten xanım, nətərsiniz? Sabah Amili qeyd edeyim, yaxşıdır. Gecəniz xeyrə qalın. Salam, axşamınız xeyir Ayten xanım, nətərsiniz? Sabah Amilin dərsi 13:30-da. Sağ olun, yaxşı olasınız, biz də yaxşı. Sağ olun. Axşamınız xeyir Ayten xanım, nətərsiniz? Sabah Amilin dərsi 15:45-dədir. Salam, axşamınız xeyir, nətərsiniz? Sabah dərsiniz 14-15-dədir. Salam Ayten xanım, nətərsiniz? Çox sağ olun, Allah canınızı sağ eləsin, Allah bütün valideynləri qorusun, sağ olun, təbrikinizə görə öpürəm sizi. Sabah Amilin dərsi ilə deyim indidən 13:30-dadır.